mən. Həmişə biz sizin söhbətlərinizi, məxsən körpünü dinləyirik. Xoşalıq ki, belə bir körpü yaranıbdır, mənəvi və demir, yuxuda da görənməzdik. Bəlkə yuxuda görürdük, amma əməldə görmürdük. Söhbətə keçməzdən əvvəl Təbrizli müsahibimizin keçdiyi həyat yoluna qısaca nəzər salaq. 5 bacısı, 5 qardaşı var idi ailədə. Təbrizin əsas küçələrindən birində yerləşən bu dalan, bu qapı, bu otaqlar, bu böyük insanın, Böyük Britaniyanın Edinburgh Universitetinin professoru, Dünya Azərbaycanlıları Beynəlxalq Əlaqələndirmə Şurasının sədr müavini Qulam Rıza Səbri Təbrizinin anadan olduğu, uşaqlıq və ilkin gənclik illərini keçirdiyi xoş xatirəli ocaqdır. Həyatda heç nə itmir. Yalnız şəklini dəyişərək nəsillərə miras qalır. Vaxtilə səs-küyləri başına almış bu məhəllə və evləri indi ağıllıq çağlarını yaşayan bacı və qardaşların nəvələrinin gülüşləri əvəzləyir. Həyat davam edir, amma baxır kimin həyatı harada. Qulamca, mən ondan başlamaq istəyərdim ki, sizin kimi insanlar, yəni istər cənubdan gedənlər, istər bizim Şimali Azərbaycandan gedənlər, bütün dünyanın hər tərəfinə yayılıblar. Belə deyək, bir növ siz uzun müddət mühacirət həyatı yaşamısınız, qürbətdə yaşamısınız, vətəndən kənarlarda yaşamısınız. İnsan deyib, bir şeydən uzaqlaşanda onun qədrini bilməyə başlayırdı. Yəni bu vətəndən uzaqlaşandan sonra, istər-istəməz bir müddət ana dilindən uzaqlaşmağa başlayandan sonra ki, siz qərib yerdə, qərib diyarda, qərib hisslər istər-istəməz keçirdiniz. O vaxt sizin timsalınızda istəyirdim ki, siz danışasınız və biz də bilək ki, qəriblikdə bizim Azərbaycanlılar necə yaşayırlar, hansı hissləri keçirdilər, o vəziyyətlərə uyğunlaşana qədər. Bilirsiniz, mən Təbrizdən çıxanda Mərəndəç yetişdik və Xoyac yetişdik. Məndə bir hissi var ki, bu maşın sınıydı, avtobus, tazadan biz Təbrizə qeydiydik. Niyə? Mənim ondan ki, qürbət mənə elə oradan başladı ki, elə mərzidən çıxanla. Onun üçün mən həmişə deyirəm ki, mən vətəndən çıxdım, vətən məndən çıxmadı. 1959-da ki, mən Təbrizdən çıxdım, ta indiyəcən heç vaxt Təbriz məndən çıxmayıbdır və Azərbaycan məndən çıxmayıbdır. Bilirsiniz, orada iki dənə hissi gəlirdi. Bir məndə vətən hissələri, qürbət filan. Amma mən orada özümə ürək verirdim ki, mən nümayəndiyəm. Mən həyatım mənim vəziyyətimdə olanmaz. Düzdür ki, biz bu vəziyyət gəlib, mən məcbur olmuşam gələm İşariyə, İstanbula gəldim, sonra bir 8 ay qalandan sonra getdim İngilizcə. İngilizcədə mən 3 aydan artıq istəmirdim qalam, yəni qalanmazdım, pulum yox idi. Amma bir zücətdir ki, mən King's College-dəki yazıldım. Bir gün profesorum çağırdı ki, necədir dərslərin? Dedim, mən gələn bu ayın axırında qeydməliyəm. Dedi, mən səni qoymayacağım qeydəsən. Mən təəccüb elədim ki, bu mən necə qoymaz qeydəm? Niyə axı? Mən dedim, niyə qeydirsən? Dedim, anamı görüm istəyir. Doğrudan da anamı görüm istəyirdi. Yəni, mən gecələr yuxuda, yəni hiss eləməyəndə ki, həman otaqda yatmışam, anam yanımdadır, yuxum aparmırdı. Dedi, mən səni qoymayacağım. Məsələn, biz Azərbaycanlıların qanunda var da, hara geçsək, vətən bizi çəkir, istəyir tez qayıdır. Bu cürdür da, bilmirəm, nə üçün o bizlər, nə hissələr keçirdirlər. Bizdə çox, məndə çox güclüydü da. Mən məsələ, hətta küçədəki yaşırdım, onu bənzədirdim, məsələn, Təbrizdəki yaşayan küçəyə. Ya məsələn, naharımın pulunu yemirdim, qoydum telefona ki, anama dedim, danış səsini eşidim. Onun səsi məni bir həftə, 2 həftə saxlayırdı.
bunlar var. O profesora mən dedim ki, mən getməliyim. O mənə deyir ki, sən bir şeylərə ki yazsan, məsələn, Füzulun barəsində, Nəsiminin barəsində, mən bunlar illər gərək gedəm, axtaram kitabxanada, sən mənə bunlar məlumatı saata verirsən, sən qal, katibəsini çağırdı, mənə 6 ay pul verdilər qalam. 6 aydan sonra gördüm mənim işim yoxdur, ta mən qaldım, magistratımı qutardım. Yəni, bu cür oldu ki, sonra mən doktoraya getdim, Edinburghda doktoramı bitirdim. Neçəli universitetlər məni istəmişlər, Harvardda qəbul oldum, Oxfordda, Cambridge'də. Bunlar öz yerində, onu mən sizə deməliyəm ki, Azərbaycanın əgər Azərbaycanlıların arxası ola, köməyi ola, mühit, azad mühitdə ola, çox inkişaflar edirlər. Kifayət qədər poetik və zəngin yaradıcı təfəkkürə malik olan atası Məhəmməd Əli kişi tərsçi idi, yəni xalça karxanası var idi və istehsal etdiyi Təbriz xalılarını qonşu ölkələrə ixrac edirdi. Hacı Məhəmməd Əli Sədri Təbrizidir. O zaman ki, bunun Fəşqalı karxanası vardı. Əmim Hacı Rükkəli ilə bahəm edilir. Bizim qalılarımız ibarətdir Mahir Fərhandan, bizim öz əsli qalılarımız. Onları toxdurardılar Kuvvetə, Əbu Zəbiyə, Şama yollardılar. Bizim karxanamızda kalçalar vardı, böyük qalılar vardı. Onlar toxunardı. Bazarda, Qızbəsti bazarda tükanımız vardı. Gətirərlər, orada satardılar. İndi də varımızdır. Tamam bizim fəşlərimizdən Almanın muzəsində, İngiltərə muzəsində varımızdır. Buranın özündə də var. Bu mənim ağamın işləridir. Xalça ustası və böyük tacir kimi atası Məhəmməd Əli kişinin kifayət qədər imkanlı olmasına və evdə qulluqçu belə saxlamasına baxmayaraq, balaca Qulam Rza təxminən 13 yaşından gündüzlər işlər, nahardan sonra axşam məktəbinə gedər, evə qayıdanda isə atasına kömək edərdi. Atası Qulam Rzanın universitet istəyini qəbul etmirdi. O, oğlunun qalıb onun xalça fabrikində çalışmasını təkid edirdi. Mənim ağam Sümmallalay deyərdi ki, hər kəs çox dərsə oxusa dinindən çıxar. Ağam onu qoymazdı mədrəsəyə. Deyərdi ki, getmə, dinindən çıxasın. Ziyalı ailəsindən olduğundan təkcə anası oğlunun arzularını başa düşürdü. Qulam Rzanın nənəsi bir nənə idi ki, mənim də nənəmidir. O nənə gözəl nənə idi. O işlərində və işlərində bizim zəhmətimizi çox çəkibdir. Elə Qulamıza onun sözləri ilə gəlib Qulamıza olubdur. Qulamıza bəlkə gələrdi, dərsə baxardı, bir vaxt gələrdi, anam gələrdi, onu gözlərdi. Ona gətirərdi, şam verərdi, şamın yedirdərdi, anam gedərdi, yatardı. Qulamıza bir vaxtacan dərsinə baxardı, ondan sonra yatardı. Çox vaxt görərdim ki, kitab əlində qoyub sinəsinə yoxlayırdı. Yaşıdlarından öz zehni və işgüzarlığı ilə fərqlənən Qulam Rza mədrəsənin son siniflərində artıq ölkəyə gələn əcnəblərlə yerliləri arasında ingilis dilində tərcümə işləri aparırdı. Bir zamanda Amerikalılara buradan tərcümə elədi. Bunu ki, sərbaz apardılar, danışqahda qutarandan sonra. Onlara tərcümə öyrədi ki, sonra buradan qutulandan sonra getdi İngiltərədə. Dərsini də oxudu və onlara da danışqahlarında özü tədris elədi. Mədrəsəni bitirdikdən sonra təhsilini davam etdirmək üçün İstanbula, oradan da Böyük Britaniyaya yola düşən Qulam Rza Səbri Təbrizi qərib ölkənin soyuq, qərb qayda qanunlarına öyrəşə-öyrəşə əlində kitab
ayaqlarında işə gedib gəlmək qüdrəti ilə İngilisə tanımadıkları klassik İngilis şairini tanıtdırdı. Böyük Britaniyaya şair William Blake'i tanıtdırmaqla Qulamriza Səbri Təbrizi özü də şöhrətlənməyə başladı. Pillə-pillə qalxaraq Edinburgh Universitetinin aspirantlığından professoru dərəcəsinə qədər yüksəldi.